Salamlar, bugün data analitikasında Python dərslərinə başlayırıq. İlk dərsimizdə təməl olaraq Pythonda öyrənməli olacağımız yerlərə toxunacağıq. Python bir proqramlaşdırma dilidir və proqramlaşdırma dilləri insanların kompüterlərlə ünsiyyət qurulması üçün istifadə etdikləri dillərdir. Pythonda proqramlaşdırma dilləri arasında ən çox istifadə olunan və İnsan dilinə ən yaxın sayılan proqramlaşdırma dilidir. Pythonda bir kod yazmaq istəyərkən girib internetdən Python adında bir proqram yükləyə bilmirik. Belə bir şey yoxdur. Jupyter Notebook istifadə edirik Python kodu yazmaq üçün adətən. Və Jupyter Notebook'a daxil olmaq üçün mənim üçün rahat hesab olunan yol budur. Anaconda Navigator deyə bir proqram var. Bu proqramı yükləyib burada Jupyter Notebook var. Launch dediyimizdə belə bir ekran açılır. Bu ekranda Jupyter Notebook'un əsas üz qabığıdır. Buradan yeni və Python səhifəsi açırıq. Kommentlər nədir? Komment bizə sunduğu bir imkandır ki, kompüterə nəyisə güzardı etməsini tapşıra bilirik. Yəni biz hər hansı bir şey yazırıq, sadəcə bunu istəyirik ki, kompüter görməsin. Yəni bu yazdığımız şeyin heç bir qüvvəsi olmasın. Kommentlər hashtagdən sonra yazılır. Hashtag işarəsindən sonra və hashtag işarəsindən sonra yazacağımız hər hansı bir şeyin heç bir qüvvəsi olmayacaq və bunu kompüterimiz görməzdən gələcək. Əgər bunun heç bir qüvvəsi yoxdursa və bunu görməzdən gəliriksə, kommentlər nə üçün lazımdır? Kommentlər əsasən 3 şey üçün lazımdır. Birincisi, biz bir kod yazırıqsa və bu kodun niyə bu şəkildə yazıldığını açıqlamaq istəyiriksə, bir komment yaza bilərik. İkincisi, bunu oxuyan bir insan daha rahat və daha sürətli şəkildə anlayacaq bizim o kodumuzu. Üçüncüsü isə, Pythonda biz gələcəkdə çoxlu kodlar yazacağıq və bu kodların hamısı birləşib bir nəticə çıxaracaq. Biz bu nəticəni arada bir kodu deaktiv edərək nə cür olacağını maraqlıdırsa, məsələn, biz onda gəlib hər hansı bir kodun qarşısına bir hashtag yazaraq onu qüvvədən sala bilərik, deaktiv edə bilərik, onu bir komment halına gətirə bilərik. Biz Pythonda ilk olaraq toxunacağımız əmr print əmridir. Print əmri əmrdən sonra mötərizə açılır və mötərizə içərisinə yazılan hər hansı bir şeyi Pythondan, kompüterdən biz ekrana yazdırmasını istəyiriksə, bu əmri istifadə edirik. Print əmri bir növ bizim kompüterə danışma istedadını öyrətdiyimiz bir əmrdir. Biz kompüterdən bizimlə ünsiyyət qurmasını, bizimlə danışmasını istəyirik. Əslində biz print əmri verərkən. Məsəl üçün print salam yazırıq və kompüter bizimlə danışır və ekrana salam yazır. Yəni, bu ekrana yazdırma əmridir. Bu cürdə beynimizdə saxlaya bilərik. Və biz burada salamı niyə dırnaq işarəsi içərisində yazdıq? Çünki Pythonda mətn blokları, yəni proqramlaşdırma mütəxəssislərinin strings dediyi, proqramçılar tərəfindən strings deyilən mətn blokları dırnaq işarələri arasında yazılır. Ya tək dırnaq, ya da cüt dırnaq işarəsi arasında yazılan şeylər bizim kompüterimiz tərəfindən mətn bloku olaraq başa düşüləcəkdir. Yəni, bir yazı, bir hərf yığını olaraq başa düşüləcəkdir. Əgər biz bunu burada print etdiyimiz zaman dırnaq işarəsi arasında yazmasaq, bir error alacağıq, bir xəta alacağıq. Və indi xətalar haqqında danışacağıq, amma daha öncə biz niyə bunu xəta olaraq qəbul etdiyim haqqında danışaq. Çünki Python bunu bir variable olaraq qəbul etdi və dedi ki, mən belə bir variable tanımıram. Variable nədir? Variable-da Pythonda bizim belə bir imkanımız var ki, biz kompüterə hər hansı bir qutu verək. Qutunun içində strings ola bilər, sayı ola bilər, fərqi yoxdur. Bir qutu verə bilək və kompüterdən daha sonra bunu istifadə etmək üçün geri ala bilək.
Biz bir variable yaradırıq, tutaq ki, adı olsun ad. Yəni ad qutusu. Və daxilində də olsun, tutaq ki, bir ad, vəli adı. Biz daha sonra bunu kompüterə verdik və daha sonra biz bu variable'ı görmək istəyirik. Kompüterə deyirik ki, sənə verdiyimiz qutunu göstər görək nə var. O da bizə deyir ki, bunun içərisində vəli adı var. Və biz burada niyə belə bir error aldıq? İndi biz xətalardan danışaq. Xətalar əsasən bizim qarşımıza iki növ xəta çıxacaq Pythonda ən çox. Bunlardan biri name errordur. Name error odur ki, Python tanımadığı bir variable ilə qarşılaşdığı zaman, tanımadığı bir adla qarşılaşdığı zaman name error görəcək. İkinci error isə syntax errordur. Syntax error isə Python'ın yazım qaydalarından kənara çıxdıqda qarşılaşacağımız xətalardır. Tutaq ki, Python'ın yazım qaydası var ki, bayaq dediyimiz kimi stringslər, yəni mətn blokları, yəni hərf yığını dırnaq işarəsi arasında yazılır. Əgər biz burada düz yazsaq, hər şey Python'ın qaydalarına uyğundursa, heç bir error olmayacaq. Amma biz burada Python'ın qaydasından kənara çıxsaq, yazım qaydasını, biz burada syntax error olacaq. Bu da syntax errordur ki, hansı ki Python'ın yazım qaydalarından kənara çıxanda bizim qarşımıza çıxacaq error budur. Biz data analitik olaraq hərflərdən çox, daha çox saylarla işləyirik və buna görə də saylarla daha çox qarşılaşacağıq. Əsasən qarşılaşacağımız iki növ numerik data tipi var, ən çox biz bununla qarşılaşacağıq. Bunlardan biri integerdir, yəni tam sayı. Bu qısaca int yazılacaq. Tam sayı, yəni 2, 3, 4 və yaxud da hər hansı bir sayı. Tam sayı olaraq bu int qarşımıza çıxacaq. Və ikincisi isə float, yəni kəsirli sayı. Tutaq ki, 2.5, 3.4 və yaxud da hər hansı bir sayı. Amma kəsirli sayı float olaraq qarşımıza çıxacaq. Float data tipi və integer data tipi. Biz saylardan bəhs etdik və indi saylarda hesablamalar nə cür olacaq Pythonda. Pythonda biz aritmetik hər hansı bir işlem görmək istəyiriksə, istifadə edəcəyimiz simvollar bunlardır ki, üstəgəl elə üstəgəldir, çıxma elə çıxmadır, vurma ulduz işarəsi və bölmə bu işarədir. Və biz bu işarələri, bu simvolları istifadə edərək Pythonda riyazi hesablamalar apara biləcəyik. Bir neçə örnək yazaq. Məsəl üçün, Pythona biz burada deyirik ki, 4 üstəgəl 5 rəqəminin hesablamasının cavabını bizə ekrana yazdır. Python ekrana bu hesablamanın cavabını yazır. Və biz hesablamanı başqa cür necə edə bilərik? Başqa cür biz, məsəl üçün, bir variable yaradırıq, say variable'ı. Bizim sayımız olur burada 28. Biz bunu kompüterə verdik saxlaması üçün. Daha sonra bir hesablama aparmaq üçün bu variable'ı kompüterdən geri götürürük. Da gəlinsin 20 və yaxud da gəlin olsun vurma. Ulduz işarəsi ilə Python ekrana yazdıracaq say və 20 vurulmasından alınan cavabı. Biz burada print dediyimiz zaman Python ekrana yazdırdı. Amma biz bunun özünü də bir variable'a yaddaşa sala bilərik bir variable'da. Tutaq ki, hesab variable'ı yaratdıq və say vurulsun 20. Bu zaman hesablamamızın nəticəsi hesab variable'ının daxilində qalacaq. Və biz istədiyimiz zaman Python'dan bunu görmək istədiyimizi xahiş edə bilərik. Və Python bizə bu cavabı verəcək. Hesablamalarda bizim istifadə edəcəyimiz bir şey də qüvvətə alma olacaq. Qüvvətə almaq istədiyimizdə biz 2 vurma və yaxud da 2 ulduz işarəsini istifadə edirik. Tutaq ki, 2 qüvvətdə 3.
Bu şəkildə hesablaya bilirik qüvvəti alma hesablarını. Pythonda faiz işarəsi modul deməkdir. Yəni qalıqlığı tapmaq istədiyimizdə istifadə edəcəyimiz işarədir. Tutaq ki, biz 20 bölünsün 8 yazırıq. Düzdür. Burada biz float rəqəm, yəni kəsirli bir sayı görürük. Biz 20-nin 8-ə bölünməsindən alınan qalığı tapmaq istəyiriksə, biz faiz işarəsindən istifadə edəcəyik. Bu səfər biz 20-nin 8-ə bölünməsindən alınan qalığı tapdıq. Eyni zamanda bunu bir variable'a da hökm edə bilərik. Bölünmə variable'ı yaradırıq. Sadəcə yadda yaxşı qalsın deyə bunu bir variable'a save edirəm. 8 bu qalır bir variable'da. Bu dəfə bu sadəcə burada qalır kompüterimizin yaddaşında və biz istədiyimiz zaman print edərək bölünmə variable'ını görə bilərik. Və bizdə belə bir şey var ki, burada biz Python'da hər hansı bir variable yaratmışıqsa və sonra o variable'ı istədiyimiz kimi dəyişə bilərik. Məsəl üçün biz say variable'ı yaratmışdıq. Daxilində 28 rəqəm var idi. Biz yenidən say variable'ı yaratdıq və daxilinə 30 rəqəmi yazdıq. Və biz sonra say variable'ını çağıranda biz 30'u görəcəyik. Çünki yuxarıdan aşağı doğru gəlir Python'da hesablamalar. Yəni oxunma sırası yuxarıdan aşağı doğru gəlir və ən son yazdığımız qüvvədə olur. Biz burada say variable'ını dəyişdirdik. Yəni say variable'ını dəyişdirmək üçün yuxarı qalxıb buradan dəyişdirməyimizə ehtiyac yoxdur. Buradan da yenidən yaza bilərik. Hesablama apararkən biz üstəgəl simvolundan istifadə etdik. Amma üstəgəl simvolundan biz eyni zamanda birləşdirmək üçün də istifadə edə bilərik. Tutaq ki, biz bir dənə ad variable'ı yaradırıq. Amma yox, ad variable'ımız onsuz da var yuxarıda. Vəli adı, düzdür. Və burada bir dənə biz soyadı variable'ı yaradırıq. Burada tutaq ki, yazırıq Məmmədov. Daha sonra biz üstəgəl işarəsindən istifadə edərək yeni bir variable'da bu ikisini birləşdirə bilərik. Bizim ad variable'ımız və üstəgəl soyad variable'ımız yazırıq. Bunları birləşdiririk və daha sonra ekrana yazdırırıq ki, görək nə cür birləşdirmişik. Burada birləşdirmə işləmimiz alındı, amma istədiyimiz kimi alınmadı. Çünki birləşikdir, tam birləşikdir. Biz burada boşluq əlavə etmək üçün belə bir üsul əlata bilərik. Dırnaq işarəsində bir string formalaşdırdıq. Yəni və bu stringin içərisinə bir boşluq atdıq. Daha sonra birləşdirdiyimiz zaman arada o boşluğu görürük. Hesablama zamanı biz istifadə etdik üstəgəldən və birləşdirmək üçün istifadə etdik üstəgəl. Eyni zamanda bizim bir simvolumuz da var ki, bu simvolla biz variable'ları yeniləyə bilirik, update edə bilirik. Bu simvol plus equal deyilən üstəgəl və bərabər birlikdə yazılan simvoldur. Tutaq ki, bizim var idi say simvolumuz 30. Ən son 30 olaraq biz say simvolunu dəyişdirmişdik. Və biz indi say simvoluna yeniləmə etmək istəyirik. Tutaq ki, 5 əlavə etmək istəyirik. Bu zaman print say desək 35 çıxacaq. Bunu başqa belə bir örnəkdə daha yaxşı anlaya bilərik. Məsəl üçün bizim bir mağazamız var. Mağazamızda toplam satış hələ ki 0-dır. Səhər-səhər təzə açmışıq mağazanı və hələ ki toplam satışımız 0-dır. Mağazamızda 2 dənə məhsulumuz var. Biri Adidas ayaqqabısı olsun, qiyməti olsun 50 manat. Digəri isə Puma ayaqqabısı olsun, onun da qiyməti olsun 30 manat. Burada
günorta deyək ki, bir satışımız olduğu zaman toplam satışı yeniləmək istəyirik. Toplam satışı yeniləyirik. Adidas satmışıq tutaq ki. Adidasla. Bu zaman biz xəta alacağıq, sintaks xətası. Nəyə görə? Çünki Pythonda variable'ları bu şəkildə yaza bilmərik. Biz toplam və satış sözü arasında boşluq qoymuşuq. Python yazım qaydalarında belə bir şey var ki, variable'da belə bir boşluq olmaz. Ancaq stringdirsə, yazıdırsa, qoya bilərik. Amma variable'da mütləq şəkildə boşluqlara alt xətt qoymalıyıq. Bu zaman yeniləmə edə biləcəyik. Daha sonra yeniləmənin nəticəsini görmək istəyirik. Toplam satışa baxırıq. Toplam satış 50 oldu. Daha sonra burada bir satışımız da olur. Tutaq ki, toplam satışımız artır və yenə Puma satmış oluruq. Bu səfər bizim toplam satışımız nə cür dəyişəcək? 80 olacaq. Puma-da satdıq və bu cür güncəlləndi, bu cür yeniləndi bizim toplam satışımız. Üstəgəl və bərabəri, yəni plus equal simvolumuz da bu cür istifadə olunur.